5,56-dan həqiqətən də böyükdür, düzdürmü? Onun məsələn biz baxsaq, onda birlərində 6 gəlir, onda birlərində 5 gəlir. Onluq kəsirlər müqayisəsindən, düzdür. Sonra digər bərabərlik, toplama və yaxud 5-2 kiçikdir 0,41-dən. Bax, bu formada verilmiş bərabərsizliyi həll etmək üçün bunu hökman, hökman. Yəni, hər hansı bir ifadə biri onluq kəsirdən, biri adi kəsirdən verilibsə, bunu düzgün, yəni onluq kəsirə və yaxud da bunu adi kəsirə çevirmək lazımdır ki, doğru müqayisəni ala bilər. Bu doğru bərabərsizlik. Yəni, verilən ifadə doğrudur. Digər tərəfdən, 6 böyükdür 9-dan. 6 9-dan böyük ola bilər? Ola bilməz. Bunu hesablasaq 4,5-dən kiçikdir. 2-də 1, 4-də 2-dən. Bax, məsələn, bu 4-dən 2-ni ixtisar aparsam, burada da qalır 2-də 1, burada da qalır 2-də 1. 2-də 1 axı 2-də 1-dən böyük deyil, bərabər, düzdürmü? Bunlar isə doğru olmayan bərabərsizlər olur. İki ifadə